Chelsea zəfərindən sonra bu dəfə istiqamət İtaliyaya, Neapol şəhərinədir. Qarabağ Çempionlar Liqasında 5-ci turda Napolinin qonağı olacaq. Bəs İtaliya səfərindən xal çıxarmaq mümkün olacaqmı? Bu gün bunun haqqında danışacağıq. Kanala abunə olub bəyəndinizsə, keçək videoya. Artıq Qarabağ haqqında çox danışmışıq. Taktika, heyətlər və s. Bunları çox müzakirə etmişik. Və artıq hamıya aydındır ki, Qarabağın ideal ilk 11-i var. Və bu heyətlə oyuna çıxdıqda komanda həqiqətən əla futbol oynayır. Bilbao ilə oyunda bir daha sübut olundu ki, qalib heyəti dəyişməzlər. Amma indi bir məsələ var. Bildiyimiz kimi Chelsea ilə oyunda Kadi Borges zədələndi və 8-10 həftə meydanlardan kənar qalacaq. Ortaya belə bir sual çıxır. Kadinin yoxluğunda ilk 11-lik necə olmalıdır? Ümumi sistemi pozmadan Kadini kim və necə əvəz edə bilər? Chelsea ilə oyunda əsas heyətə nəzər salsaq, Kadi oyuna sağ cinahda, Leandro Andrade isə mərkəzdə başlamışdı və oyun zamanı yer dəyişmələri müşahidə etmək olurdu. Mənim fikrimcə, ən idealı bu heyəti saxlayıb sadəcə Kadinin yerinə Antaini meydana buraxmaq olar. Çünki o cinahda oynaya biləcək digər futbolçu Aleksey Kaşık ilk dəqiqələrdə meydana çıxmaq üçün məncə ideal seçim olmazdı. Digər bir variant isə Tural Bayramovdur ki, hansı ki Qurban müəllim onu Joker kimi bir neçə mövqedə istifadə eləyir. Amma mənim fikrimcə ilk dəqiqələrdən bu addım atılsa çox da uğurlu qərar olmazdı. Gəlin indi isə keçək rəqibimiz Napoli haqqında danışaq. Qarşımızda son 3 sezonda 2 dəfə İtaliya çempionu olmuş bir klub var. Klub hal-hazırda da çempionluq mübarizəsi aparır və lider Interdən 2 xal geridədir. Napolinin heyətinin ümumi dəyəri 500 milyon avro olaraq qiymətləndirilir. Amma bu bizi qorxutmamalıdır. Çünki Qarabağ Bakıda milyardlıq Chelsea'yə diz çökdürməyi bacarmışdı. Bundan əlavə, klubun heyətində kifayət qədər ciddi itkilər var. Düzdür, futbolçunun zədələnməyi sevindirici hal olmasa da, hər halda Qarabağla oyun öncəsi bunu yaxşı xəbər saymaq olar. Lukaku, Kevin De Bruyne, Alex Meret, Spinazzola'dan sonra bəlkə də klubun ən təhlükəli futbolçusu Anguissa da zədəlilər sırasına qoşulub. Buna rəğmən, hələ də klubda kifayət qədər təhlükəli futbolçular var. Klubun əsas qol silahı Rasmus Højlunddur. Manchesterdə uğurlu olmayan gedişatdan sonra Napoli icarəyə verildi. Futbolçu bu mövsüm Çempionlar Liqasında 3 oyunda 2 gol, Serie A-da isə 7 oyunda cəmi 2 gol vurub. Ümumiyyətlə Napoli Çempionlar Liqasında 4 oyuna cəmi 4 xal yığıb. Klub yeganə qələbəni öz evində Sporting üzərində 2-1 hesabı ilə qazanıb. City'yə səfərdə uduzub, PSV-yə isə səfərdə 6-2 hesabı ilə darmadağın olub. Bizim rəqiblərimizdən olan Frankfurt isə İtaliyada məğlub edə bilməyiblər və oyun qolsuz heç-heçə ilə başa çatıb. Ümumiyyətlə Napoli son 3 oyundur ki, rəqib qapılarına qol vura bilmirlər. Komandanın hücumunda ciddi sıxıntıları olduğu görünür. Xüsusilə son 3 oyundur, De Bruyne'nin olmaması komandada əməlli hiss olunur. Üstəlik Anguissa'nın da zədələnməyi komandanın qol qanadını sındırıb. Çünki Anguissa mərkəzdə komandanın əsas gücüdür. O, oyuna əlavə güc və sürət gətirir. Onun yoxluğunda mərkəzdə ciddi boşluqlar yarana bilər. Qarabağın şansı məhz bu boşluqlardadır. Napoli cinah müdafiəçilərini çox irəli atdığı üçün Qarabağ topu qazandığı anda sürətli keçid oyununa keçməlidir. Bu komandaya qarşı ən effektiv silah 3-4 ötürmə ilə cinaha çıxmaq və geniş zonalardan hücum etməkdir. Mərkəzdə isə əsas vəzifə Lobotkanın rahat pas xəttlərinin tapmasına imkan verməməkdir. Qarabağ bu zonda pres tetiklərinə düşməməli və topu itirdiyi anda strukturunu tez bərpa etməlidir. Napoli top itkisi sonrası 4 saniyədə çox zəifdir. Qarabağ bu 4 saniyədən istifadə etməlidir. Topu qazandığı kimi ilk ötürməni düzgün verilsə, real qol epizodları yaranar. Bu mövsüm Napoli öz evində 7 oyun keçirib. Bu oyunların 5-də qələbə qazanıb, 2 oyun isə heç-heçə olub. Yəni Napoli mövsümdə öz meydanda heç vaxt uduzmayıb. Gəlin biraz da Conte'nin Napolidə hansı taktiki oyunlar edir, o barədə danışaq. Napolinin taktiki yanaşması strukturlaşmış mövqe oyununun və sürətli keçidlərin qarşılığından ibarətdir. Komanda mərkəzdə sağ üstünlüyünü yaratmağa və topu daha vertikal şəkildə irəli daşımağa üstünlük verir. Antonio Conte rəhbərliyində Neapollar rəqibdən asılı olaraq elastik müdafiə sistemi qurur və 5-3-2, 5-4-1 kimi kompakt düzülüşlə də 4-5-1 kimi yüksək preslə də oynaya bilir. Hücumda əsas prinsiplər sürətli 1 və 2 toxunuşlu kombinasiyalardır. Adətən mərkəz zonası yüklənir ki, bu da cinahdakı vingerlərə və müdafiəçilərə boş sahəyə hücum etmək və ya üst-üstə düşən qaçışlar etmək imkanı yaradır. Müdafiədə Napoli topun ətrafındakı sahəni sıxlaşdırmağa çalışır ki, bu da onlara topu tez bir zamanda geri qazanmağa şərait yaradır. Top onlarda olarkən yarım müdafiəçilər tez-tez geri çəkilərək müdafiəni üçlüyə və ya rombvari quruluşa salırlar. Bu da həm sabitlik, həm də rahat çıxış imkanı yaradır. Napoli tez-tez meydançanın mərkəz hissəsini çoxsaylı oyuncularla doldurur ki, rəqib bu zonaya çəksin. Bunun nəticəsində cinahlarda boşluqlar yaranır və həm müdafiəçilər, həm də içəri yönəlmiş vingerlər üçün hücum imkanı açılır.
Komanda topu 1 və 2 toxunuşla sürətli dövr etməyə üstünlük verir. Yan və geriyə ötürmələrdənsə topun dik istiqamətdə irəli daşınması əsas hədəfdir. Napoli quruculuqda vertikal ötürmələri üstün tutur. Tez-tez arxası qapıya dönük top qəbul edən oyunçulara ötürmə edilir ki, rəqib bu zonaya pressing tətbiq etsin. Bunun ardınca sürətli geriyə qısa ötürmə və boş sahəyə hərəkət etməklə rəqibin buraxdığı boşluqlardan istifadə olunur. Wingerlər çox vaxt mərkəzə doğru hərəkət edərək hücum xəttində hücumçu və dəstəkçi yarımdafiəçi ilə birlikdə kvadrat struktur yaradırlar. Bununla yanaşı, istənilən anda genişlik təmin etmək və cinahdan ötürmələr etmək üçün yenidən kənara açılmaq imkanları qalır. Qarabağ üçün Napoliyə qarşı optimal strategiya aşağıdakı kimi ola bilər. Napoli hücuma çıxdıqda arxada böyük boşluqlar buraxacaq. Qarabağ bunu qısa və sürətli keçidlərlə cəzalandırmalıdır. Napolinin geniş açılması, cinah müdafiəçilərinin yuxarı qalxması, cinahdan sürətli üstünlük almaq üçün fürsət yaradır. Qarabağ sol və sağ cinahlarda qarşı pres ilə topu ələ keçirib dərhal hücuma çevirməlidir. Napoli mərkəzə sıx qapanmağa çalışsa da, yarımboş zonalara səy göstərərək, məsələn, 8-9 metrlik sahələrdə yaratdığı şanslarla Qarabağ hücum xəttini aktivləşdirməlidir. Napoli hücumda sol cinahdan geniş istifadə edir. Onlar sol cinaha daha çox yönəlir və orada hücumlar təşkil edir. Klub bu cinaha yönəlik kombinasiyaları artırdığından Qarabağ həmin sahəni dar tutmalı, cinah müdafiəçisi və yarımdafiəçi arasında əlaqəni sıx saxlamalıdır. Napoli sağ cinahına nisbətən az hücumlar yönləndirə bilər. Burada Qarabağ üçün sürətli keçid planı tətbiq oluna bilər. Napoli genişləndikdə arxada boşluq qalır. Oradan toplu və ya toplu olmayan hücumlar edilə bilər. Napoli geniş oyun istifadə etdiyindən künc, sərbəst zərbə kimi situasiyalarda Qarabağ koordinasiyanı yüksək səviyyədə saxlamalıdır. Xüsusilə cinah yanaşmaları zamanı qarşı müdafiə sabit olmalıdır. Napolinin açar ötürmə faizi yüksək olduğundan Qarabağ mərkəzdə 8-9 nömrə sahəsində qarşı sıxlıq yaratmalı, mərhələ keçidlərini azaltmalıdır. Qarabağ üçün vacib olan heyəti yormadan, erkən səhvlər etmədən oyunu idarə etməkdir. Napoli kimi komandalara qarşı ani konsentrasiya etkiləri tez cəzalandırıla bilər. Qarabağ taktiki dəyişikliklərə hazır olmalıdır. Məsələn, əgər Napoli bəzi oyunlarda 3-4-3 və ya 3-5-2 sisteminə keçərsə, Qarabağın oyunda adaptasiya edilməsi üçün əlavə planı olmalıdır. Napoli güclüdür, amma döyüşkən Qarabağa qarşı çətinliklər mütləq yaşayacaq. Müdafiədə boşluqları var. Cinahlarda çox riskli oynayırlar. Presləri düzgün pozularsa mərkəzləri tez dağılır. Qarabağ isə temp, enerji və cinah sürətində daha üstün olmalıdır. Xüsusilə Napoli öz evində dominant futbolu və öz rəqibini qapıya sıxışdırmağı çox sevir. Amma son oyunlar bu üstünlüyünü qola çevirməkdə çətinlik çəkir. Elə Frankfurtla son Çempionlar Liqası oyunu üzərindən bunu görə bilərik. Napoli bu oyunda 63% topla oynadı. Oyun ərzində 634 dəqiq götürmə edildi ki, bu da rəqibindən 2 dəfə çox idi. Pas dəqiqliyi faiz olaraq 94% idi. Amma bütün bunlara baxmayaraq, komanda qapı çərçivəsinə cəmi 3 dəqiq zərbə endirə bildi. Halbuki, Frankfurtun bu mövsüm öz qapısını qola bağlamaqda çətinlik çəkdiyini görə bilərik. Qarabağ artıq Çempionlar Liqasında 7 xal toplayıb. Keçən videolarda biz danışmışdıq ki, Qarabağa 24-lük üçün minimum 11 xal kifayət edə bilər. Qarşıda mümkün 3 xal üçün Ajax və Frankfurt oyunları var. Ona görə Napoli səfərindən heç olmasa 1 xal götürsək, bu bizim üçün çox əla olacaq. Amma Napoli səfərindən 3 xal çıxmaq ehtimalı da mümkün görünür. Çünki Qarabağ artıq çox mümkünsüzü mümkün edib. Ona görə də bizim Qarabağa inamımız, güvənimiz tamdır. Nəticə fərqli ola bilər, hətta uduza da bilərik. Amma buna görə də heç bir ümidsizliyə qapılmaq lazım deyil. Qarabağ bu gedişlə ilk 24-lük uğrunda mübarizəyə aparır və Allah qoysa play-offa da vəsiqə qazana biləcəyik. Bugünlük bu qədər. Növbəti qələbə videosunda görüşmək ümidi ilə kanala abunə olub videoyu bəyənməyi unutmayın.